Lelo Güclü Gürcüstan Partiyasından namizədliyini geri götürən Qara Orucovun səs yazısı ilə bağlı qalmaqallı iddialar davam edir. Partiyanın KVMO kartlı üzrə nümayəndəsi Aqil Mustafayev bildirib ki, baş verən hadisələr Hakim Gürcü Arzusu Partiyasının təzyiqləri nəticəsində meydana gəlib. Onun sözlərinə görə son bir ayda onların namizədlərinə qarşı müxtəlif formalarda təzyiqlər göstərilib. Bu səs yazılarının ortaya çıxması və eyni zamanda bir ay ərzində bizim danışdığımız və günlərlə bunun haqqında müzakirə apardığımızın bir daha təsdiqidir ki, Hakim Gürcü Arzusu Partiyası tərəfindən bizim namizədlərimizə, partiya nümayəndələrimizə, komissiya üzvlərimizə hər birinə artıq bir aydır ki, təzyiqlər göstərilirdi. Bir aydır ki, təzyiqlərin davamı gündən-günə də artırdı və bunun nəticəsi olaraq da müəyyən insanlar Marneuldə, eyni zamanda Bolnisidə milliyə namizədimiz olan şəxs öz namizədliyini Gürcü Arzusunun xeyrinə geri götürür. Bu proseslər bir daha onun göstəricisidir ki, Hakim Partiya bu regionda seçkilərdə hətta bunların bu resurslardan istifadə edərək bu seçkilərdə iştirak etməkdən belə qorxurlar və çalışırlar ki, bu insanlar qarşılarındakı olan insanlar tamamən neytrallaşdırarlar və seçkilərdə Kommunist Partiyası kimi yalnız özləri təkcə iştirak edərlər. Aqil Mustafayev həmçinin səs yazısında adı hallanan Vahid Milli Hərəkat Partiyasının bələdiyyə deputatı Ramal Əhmədovu da tənqid edərək, onun da ictimaiyyətə açıqlama verməli olduğunu qeyd edib. Səs yazmalarında çox təəssüflər olsun ki, biz bugünə qədər düşünürdük ki, bizim regionumuzda başqa müxalif partiyalarda hakimiyyətin devrilməsi üçün əlindən gələni edir. Amma onu biz görürük ki, hal-hazırda o səs yazmalarından da görünür ki, başqa müxalif partiyasının nümayəndəsi belə bu prosesdə Hakim Partiyaya kömək edirmiş. Bununla bağlı əlbəttə ki, mən həmin müxalif partiyanın nümayəndələrindən və eyni zamanda adı çəkilən şəxslərin ictimaiyyət qarşısına çıxaraq bir məlumat vermələrini gözləyirəm. Çünki bu insanların özləri təsdiqləməlidirlər ki, bu nə məlumatdır, nəyə görə bu addımlar onlar atırdı. Qaldı ki, prokuraturanın başlatdığı bu araşdırmaların nəticələri əlbəttə ki, hamı üçün bəllidir ki, bugün prokuratura Gürcü Arzusunun əlində istifadə etdiyi bir alətdir və hər bir vəziyyətdə prokuraturanın apardığı araşdırma ilə Gürcü Arzusunun xeyrinə bitir və hər zaman da bunu biz görmüşük. Səs yazısında adı çəkilən və Qara Orucovun istefası ilə bağlı ittihamlarla üzləşən Ramal Əhmədov xəbər portalımızın suallarını cavablandırıb. O bildirib ki, yayılan səs yazısı ona qarşı hazırlanmış böhtandır və onun Qara Orucovla heç bir əlaqəsi yoxdur. Bu bana olan bir şəhərdir, böyütəndir. Gənə deyirəm, şükür Allaha Qara Orucov ölmüb, mən ölməmişəm. Az öncə mən Qara Orucovla görüşdüm. Qara Orucovun cavabı olmadı bana verməyə ki, deyirəm, mən səni görmüşəm, deyir, yox, deyir, bana dedilər, deyirəm, nə dedilər? Adam bana cavab verəmir, nə dedilərini cavab verəmir. Mən nə Qara Orucova, nə o bir namizədlərim, vallahi adını belə tanımıram, heç mənim umrum. Niyə mən hansı bir namizətə deyim ki, istefa verim, nəyə görə? Əgər Aqil Mustafayev ilə fikirləşirsə, Aqil Mustafayevin özü bugünkü günü Gürcü Arzusunun dəyirməndə su tökür. Əgər Aqil Mustafayev ilə fikirləşirsə, mənim Gürcü Arzusundan heç bir əlaqəm yoxdur. Hətta mən illərdir 2012-dən bura Gürcü Arzusundan vuruşan, döyüşən bir insanam. Sosial şəbəkələrdə də yaxşı baxarsınız ki, bugün Lelo Partiyası Gürcü Arzusu Partiyasının dəyirməninə su tökənlərdən biridir. Çünki bütün partiyalar baykota getdiyi zaman Lelo Partiyası və onların başında duran cənab Xazaradze ilə Caparidze belə 8 ay müddətinə həbs olunmuşdu. Amma bugün həbsdə olan biz liderləri görürük və bu Caparidze ilə Xazaradzeyi həbsdən tez əfv edildilər, buraxdılar. Bunun özü də bir Lelo Partiyasının Gürcü Arzusu Partiyasına yaxın olmaq bir siqnalıdır. Bir də onu vurğulayım ki, Aqil Mustafayev Gürcü Arzusundan əməkdaşlıq eləməsə, o qədər adamı yazıq eləməzdi, siyahədə özünü spisokun majoriter bir yerinə yazardı. Nənki özünü nə mer namizəti vermədi, nə də ki özünü spisokda majoriter olaraq bir yerə yazmadı.
Bütün baş verənlərə münasibət bildirən və 24 News xəbər portalının suallarını cavablandıran Qara Orucov partiyadan uzaqlaşmasında əsas məsuliyyətin Aqil Mustafayevin üzərinə düşdüyünü deyib. Partiyadan ayrılmamın səbəbi belədir. Ümumiyyətlə, düzünü desək, əslində Aqil Mustafayev də yaxşı bilir ki, mən namizəd olmaq fikrim yox idi əvvəlcədən. Biz başqa bir namizəd irəli sürmək istədik, onu da onlar bəyənmədi. Adam tapılmadığı üçün məcburiyyət qarşısında getdi, mənim namizədliyim irəli sürüldü. Ancaq mən Aqil Mustafayevə demişdim ki, Aqil, keçən parlament seçkilərində elədiyi hərəkətlər bu cür davam ediləsə, mən tərk edəcəm. Mən baxdım, gördüm ki, eyni hərəkətlər təkrar olunur, o səbəbdən qərarımı verdim. Tək səbəb yalnız o deyil, həm də evdə yaxınlarım, qohumlarım mənə təklif elədilər ki, artıq yaşlaşırsan, indən belə estafeti bizə ver, siyasətdən get. Mən də dedim, siz elə istəyirsiniz, mən də bu qərara gəldim ona görə. Ortaya çıxan səs yazısına münasibət bildirən Qara Orucov qeyd edib ki, yayılan audio montaj olunub, söhbətin məzmunu təhrif edilib və yayılan məlumatlar həqiqətə uyğun deyil. O gedən qanunsuz səs yazısı yazılıbdır birinci növbədə, ikinci də orada saxtalaşdırıbdır səs yazılarının əksəriyyəti. Əsas səbəbi budur, orada söhbət oldu, mən onu başımdan rədd eləmək üçün əsas o mənə sual verirdi ki, onların istədiyi bu idi ki, güya mənə təzyiqlər olub, dövlət tərəfindən ya o başqa oğru dünyası tərəfindən, belə desək də, kriminal tərəfindən. Ancaq əslində elə bir şey olmayıbdır. Mən dedim, yəni ona bu cür dedim ki, mən təzyiq olunan insanlardan deyiləm. Şimdi sən mənə yaxşı tanıyırsan, mənə təzyiq olunan adamlardan deyiləm. Mən təzyiqlərə sadəcə olaraq ayrılmağımın səbəbi bu oldu. Yaxınlarımın açığı gördüm ki, bir də ki, əsas səbəb gördüm ki, yaxınlarım məni bu işdə dəstəkləmir. Bir avuç uduzmaqdansa da geri çəkilməyə qərar verdim. Bəs müəllim, Ramal Əhmədovun adını çəkirsiniz orada. Baxın, o nə məsələdir? Ramal Əhmədoğlu o adamla görüşmüşdü. Həmin dəqiqədə biz Seskoya ərzi ilə müraciət ediləndə, yəni partiyanın xəbəri yox idi. Aqilə zəng edib xəbər verməyinə görə mən acım tutdu onun haqqında elə söz dedim. Hər kəs görür, Allah təala görür, hər kəs də məni əksəri çox yerdə tanıyırlar. Mən həmişə çalışmışam, düzgünlük, ədalət naminə olsun. Haqq ədalət olmayan yerdə iştirak edilməyin də mənası yox idi. Budur. Məsələ bundadır. Məsələ bunda idi ki, başqa müxalif partiyalar iştirak edilməyi məni düşündürən o idi ki, niyə məhz bunların uduş yox dərəcəsində olur, niyə bunlar iştirak edir? Bu axıra çox düşün, ölçüb, pişdim. Axırda qərara qəbul elədim ki, ümumiyyətlə siyasəti tərk edeyim. Məlumat üçün bildirək ki, prokurorluq Lelo partiyası tərəfindən yayımlanan səs yazısı ilə bağlı istintaqa başlayıb. Qara Orucov isə Rustavi prokurorluğunda dindirilib.